Təşəkkürlər. Çox qürurluyam, həddindən artıq. Bəlkə də yatsaydım, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda mən maçın adamı seçiləcəm. Buna görə komanda yoldaşlarıma, məşqçilər heyətinə, hamıya, azərkeşlərimizə təşəkkürlərimi bildirirəm ki, o inamı bizə verdilər. Komanda olaraq özümüzə inanırıq. Bir daha təşəkkürlər. Yəqin ki, bununla bu gün yatacaqsan, hədiyyə ilə. Yox, yenə də yatamayacağım. Elə yerə qoyacağım ki, həmişə görüm onu. Baxa-baxa bəlkə yataram. Oyun haqqında. Oyun haqqında həddindən artıq çox çətin keçdi bizim üçün. Bilirdik ki, çətin keçəcək. Rəqib analiz eləmişdik. Axırıncı oyunlarına da baxmışdıq. Həddindən artıq güclü komandaya qarşı oynayırdıq. Çempionlar Liqasında zəif rəqib yoxdur, bunu bilirik. Yenə də şükürlər olsun Allaha ki, qələbə ilə başa vurduq bu oyunu da azərkeşlərimizin qabağında. Özümüzə inanırıq. Bununla kifayətlənmək olmaz. İnşallah ki, gələn maçlarda da qələbə qazanıb sizləri, azərkeşlərimizi sevindirək. Bundan sonra daha ağır rəqiblər gələcək. Bu haqda nə deyərdin? Əlbəttə, biz də özümüzə inanırıq. Bilirik ki, burada zəif rəqib yoxdur. Növbəti rəqibləri analiz edəcəyik. İnşallah ki, orada da qələbə qazanarıq. Elvin, eyni sual sizə də verirəm. 2-24-dəyə çıxmaya barədə şanslarınızı dəyərləndirirsiniz. Sadəcə, bizim niyyətimiz sadəcə çıxıb öz oyunumuzu oynayıb qələbə qazanmaqdır. Sonda nə olacaq, onu Allah bilir.